Hər kəsə salam. Bugünkü Femida TV buraxılışımızın qonağı Vəkillər Kollegiyasının üzvü və Legal Aid hüquq şirkətinin təsisçisi vəkil Sona Səlimli Ələsgərovadır. Salam Sona xanım. Salam. Dəvətimizi qəbul etdiyiniz üçün sizə çox minnətdarıq. Zərifə xanım, çox sağ olun ki, dəvət elədiniz. Ümid edirəm ki, bugünkü suallar və cavablar hamı üçün maraqlı olacaq. Sizə ilk sualımız budur. Sizcə hüquq tələbələri özlərini necə inkişaf etdirməlidirlər ki, sonradan uğurlu olsunlar? Mən hesab edirəm ki, hər bir hüquq tələbələri üçün əsas məsələ odur ki, sırf praktiki, bacarıqlar əldə eləsinlər. Bunun üçün də nə etmək lazımdır? Əlbəttə ki, praktika yazılmaq, ya hüquq şirkətlərə müraciət etmək olar, ya da dövlət qurumlarda işləmək olar. Eyni zamanda düşünürəm ki, analitiki və tənqidi düşüncə bacarığı da olmalıdır. Çünki hər bir vəziyyətin hansısa bir çıxış yolu var və hüquqşünas olaraq siz o yolu, o strategiyanı düzgün tapıb tərtib etməlisiniz və öz müvəkkilinizə, müştərinizə yol göstərməlisiniz. Və əlbəttə ki, düşünürəm ki, kommunikasiya bacarığıdır, komandada işləmə bacarığı və time management. Bu üç bacarıq çox vacibdir və təəssüflər olsun ki, hər bir hüquqşünasda bu bacarıqlar yoxdur. Bəzən məhkəmə çəkişməsində belə həmkarlarımı görürəm, hansı ki, illərlə təcrübəyə malik olan bir mütəxəssisdir, lakin kommunikasiya bacarığı sıfırdır. Çünki soft skill deyilən bir, özünüz də bilirsiniz ki, soft skill çox vacibdir və hal-hazırda vəkillər, hüquqşünaslar bu istiqamət üzərində çox işlənməlidirlər. Çünki kommunikasiya bacarığıdır, dinləmək bacarığı, yəni siz öz müştərini, vətəndaşı qulaq asmaq, başa düşmək lazımdır ki, o nə istəyir, yəni onu anlamaq və onun istədiyi nəticəni ona təqdim etmək lazımdır. Çox sağ olun Sona xanım. Bəs sizcə yaxşı hüquqşünası digərlərindən fərqləndirən tam olaraq nədir? Düşünürəm ki, bu məsuliyyətdir və peşəkar etikadır. Çünki biz bildiyimiz kimi biz insanlarla daim işləyirik və düşünürəm ki, bizim işimiz birbaşa insanların şəxsi həyatına böyük bir təsir göstərir və ona görə də çox məsuliyyətlidir. Yəni həkimlər necə məsuliyyətli iş görürlərsə, eyni zamanda hüquqşünaslar da elə məsuliyyətli iş görürlər. Və düşünürəm ki, peşəkar etikana sadiq olmalıdırlar, obyektiv və empatiya hissi də olmalıdır. Çünki empatiyasız hüquqşünas bir ChatGPT AI kimidir mənim üçün. Yəni empatiya hissi də olmalıdır. Bəs Sona xanım, sizin Yursavetnik layihəniz var. O layihəni quranda sizin bir vizyonunuz var idi və bir nəticə əldə etdiniz. O nəticə ilə qurduğunuz vizyon üst-üstə düşürmü? Düzünü desəm, Yursavetnik açanda mənim 22 yaşım var idi. Mən hələ yeni bitirmiş bir tələbə idim. Onu qeyd etmək istəyirəm ki, mən 18 yaşımdan işləyirəm. Yəni praktikamı daha tez başlamışam, amma Yursavetnik mən düşündüm ki, bu elə bir icma olacaq ki, harda hər bir vətəndaş öz sualını ünvanlayaraq cavab tapa bilsin. Və yadımdadır, birinci suallar gələndə çox sevindirdim ki, kimsə qrupa müraciət edir, kimsə sual verir və artıq 10 ilə yaxın, yəni 2026-cı ilin sentyabr ayında bizim 10 ilimiz olacaq və hal-hazırda qrupda 20 minə yaxın istifadəçi var və gündə 20, 30, 40 sual daxil olur və hər bir vətəndaşa biz çalışırıq ki, ilkin təmənnasız bir hüquqi məsləhət göstərək. Və o vaxtı bu elə sadəcə bir ideyadır. Mən çox aktivist bir insanam. Məktəb vaxtından belə parlament üzvü olmuşam, müxtəlif proyektlərim var idi. Hal-hazırda da layihələrim çoxdur. Yəni dayanmıram, daim işləyirəm. Mənə çox vaxtı ideya generator kimi deyirlər ki, bu xanım dayanmır, bütün gün işləyir, nəsə eləyir. Və Yursavetnik açanda belə bu sırf bir layihə idi. Düşünürdüm ki, bir cəmiyyətimizə bir fayda olsun deyə bu qrupu açdım və daha çox rus dili auditoriya üçün idi əslində, amma hal-hazırda müxtəlif dillərdə həmin qrup vasitəsilə biz hüquqi kömək göstəririk və ilk dəfələrdə bizdə bir 10-20 nəfər volontyor kimi bizə köməklik göstərirdi. Pulsuz olaraq qrup Facebookda məsləhət görürdü, cavablar verirdi və çox pozitiv və çox sayda geri dönüş almışdı. Yəni neçə nəfər olmuşdu ki, müraciət elədi ki, sırf bu qrup olduğu üçün biz öz problemimizi həll elədik. Yəni sadəcə hansısa bir məqaləni, hansısa bir sualın cavabını oxuyaraq artıq bu bilikləri öz real həyatda onu tətbiq edirdilər. Və yəni Yursavetniki mən gözləmirdim ki, bu cür tanınmış bir qrup olacaq. Çünki hal-hazırda bəzən olur ki, asan xidmətdə və ya məhkəmələrdə mən işlə bağlı gedəndə mənə vətəndaşlar müraciət edir ki, biz sizi Yursavetnikdən tanıyırıq. Yəni bu mənim üçün çox bir böyük bir nailiyyətdir. Çünki 22 yaşdan artıq cəmiyyət üçün həm faydalı oldum, həm də ki bir şəxsi brend kimi onun üzərində də işləyə bildim. Bəs sizi ən çox daxildən Legal Aid qurmağa nə motivasiya etdi?
Elə bu suala da Yursovetnika yenə qoşa bilərəm. Çünki Yursovetnik bildiyimiz kimi Facebook üzərində yaradılan bir platformadır. Mən həmin ərəfədə düşünürdüm ki, Facebook bu gün var, amma sabah olmaya da bilər. Çünki bilirsiniz, hər şey dəyişir. Müharibələr, eyni bəzi problemlər və s. Mən istədim ki, elə bir platforma olsun ki, o heç bir Facebookdan, Instagramdan asılı olmasın və buna görə də Legal Aid adlı mobil tətbiq yaratmağı düşündüm. Yəni birincisi, yəni Legal Aid hüquq şirkəti olmamalı idi. Sırf startup Legal Aid mobil tətbiqi üzərində bir fəaliyyət göstərmək istəyirdim. Bunu da qeyd etmək istəyirəm ki, bu platformada yaradanda, yəni bu platformu yaratmaq üçün mən öz həyat yoldaşımla tanış oldum. Beləcə də bizim ailəmiz yarandı. Ondan sonra artıq mobil tətbiq ərsəyə gəldi və bizim ilk dəstəkləyənlərdən, bu arada onu da qeyd etmək lazımdır ki, bizi ilk dəstəkləyənlərdən sırf Azərbaycan Respublikası Vəkillər Kollegiyası oldu. Cənab Sədr Anar Bağırov, yəni bu layihəni mən ona təqdim edəndə dedi ki, çox bəyəndi bu ideyanı və dedi ki, biz sizdən olacağıq, nə lazımdırsa dəstək, maariflənməklə bağlı tədbirlər və s. Yəni hər tərəfdən bizə kömək oldular və biz onlarla saziş bağladıq və ondan sonra mən başa düşdüm ki, bu proqram, yəni tədbiq artıq belə deyək, onun üzərində işləyir. Düşündüm ki, biz bir şirkət də yaratmalıyıq ki, həmin tətbiq bu şirkətə məxsus olsun. Şirkət yaradılanda çox sayda başqa müraciətlər də daxil oldu. Korporativ müştərilərdən, vətəndaşlardan və artıq başa düşdüm ki, sırf mobil tətbiq üzəri yox, artıq hüquqi xidmət kimi də göstərməyə başlayacağam. Və bunu da qeyd etmək istəyirəm ki, biz 2019-da mobil tətbiq artıq yaranmışdı və 2020-ci ildə bildiyiniz kimi pandemiya dövrü başlayıb. Əslində biz elə bir pandemiya başlamamış artıq belə bir layihə yaratdıq ki, hansı ki, gələcək üçün artıq hər bir vətəndaş istədiyi yerdən, istədiyi zaman öz vəkilini tapa bilsin. Siz Legal Aid-i qurarkən ən böyük çətinlikləriniz nələr oldu və onları necə aşdınız? Çətinliklər çoxdur. Çünki yenə qeyd edeyim ki, həmin ərəfədə Azərbaycanda startup ekosistemi çox, yəni zəif idi. Demək olar ki, heç bir proqram, heç bir şirkət yox idi, hansı ki, bizə ya məsləhət, ya da hansı bir mentorluq kömək təqdim edə bilsin. Eyni zamanda hansı bir işlə birinci başlayanda, yəni birinci olmaq çox çətindir. Biz Azərbaycanda ilk Legal Tech layihəsi kimi, yəni təqdim olunmuşuq və ilk olanda sən kiməsə baxıb nəyisə, hansı bir səhvləri görüb öz üzərində, yəni işləyə bilmirsən. Çünki sən birincisən və əlbəttə ki, problemlərimiz də çox olmuşdu. Həm şəxsi, həm mənəvi, həm maddi resurslarımız da çox getdi. Bu layihə doğrudan da həm vaxt aldı, həm maddi baxımdan da resurslar aldı. Amma yenə də düşünürəm ki, bu layihə olmasaydı, hal-hazırda Legal Aid adlı hüquq şirkəti də olmazdı və çox adam bizim haqqımızda məlumatlı olmazdı. Hal-hazırda belə xaricdən tez-tez biz yeni müraciətlər alırıq. Çox vaxtı IT şirkətlər, startuplar bizə müraciət edir ki, çünki Legal Aid hal-hazırda startup şəhadətnamemizdə mövcuddur. Biz startuplara da hüquqi xidmət, onlara məsləhət veririk. Yəni çətinliklər o idi ki, həmin ərəfədə bəlkə də 1-5 ildən sonra biz bu proqramı, proyekti yaratsaydıq, əlbəttə ki, daha rahat şəkildə biz bunu həyata keçirə bilərdik. Grant ala bilərdik, akselerasiya proqramlarına qoşula bilərdik. Amma həmin dövrdə nə akselerasiya proqramı var idi, nə inkubasiya proqramı var idi. Eyni zamanda biz proqramı yaratdıq və 5 aydan sonra lockdown oldu. Yəni pandemiyaya görə biz hamımız evdən çıxa bilmirdik. Yadımdadır ki, biz bütün gün onlayn qoşulurduq, mitinqlərə, yəni düşünürdük ki, bu məsələ necə həll edək, işimizi necə görək və ilk ofisimi mən belə iyunun 1-i, 20-ci ilin iyunun 1-i biz yeni ofisə köçmüşük. Yəni artıq virtual yox, canlı şəkildə. Yəni yadımdadır ki, o dövr çox çətin bir dövr olmuşdu. Biz çox şirkət həmin dövrdə bağlanılıb. Biz də həmin dövrdə yəni elə bir ilk işə başlamışıq. Məsələn xanım, hüquq praktikanızda qarşılaşdığınız ən qeyri-adi iş hansıdır və o işdən nə öyrənmisiniz? Əslində qeyri-adi işlər çoxdur və hər bir iş haqqında demək çox çətin olacaq və vaxtımız da çatmayacaq. Amma bir maraqlı bir кейs haqqında danışa bilərəm. Bu məsələ müvəkkilim Azərbaycan vətəndaşıdır. 2016 ya 15-ci ildə o Niderland Krallıqda ailə qurur. Yoldaşı da həmin ərəfədə Azərbaycan vətəndaşı olmuşdu və onlar nikahlarını elə bil Niderlandda Azərbaycan səfirliyində bağlayıblar və bir müddətdən sonra onlar yenə
yenidən nikaha daxil olurlar, amma artıq Niderland qanunvericiliyə əsasən orada ailə qururlar. Və xanım hal-hazırda həm Azərbaycan vətəndaşıdır, həm Niderland krallığının vətəndaşıdır. Amma yoldaşı elə bir vaxt keçdikdən sonra Azərbaycan vətəndaşlığından imtina elədi və Niderland vətəndaşlığını qəbul elədi. Nəyə görə maraqlıdır? Deyəcəksiniz ki, adi boşanma işdir. Burada nə maraqlı ola bilər? Maraqlı isə odur ki, xanım elə bil ailəni 35 yaşdan sonra ilk dəfə ailə qurdu və o vaxta kimi onun müəyyən qədər əmlaklar, bizneslər və s. yəni var idi. Və Niderland krallıqda belə bir qanun var ki, əgər 2017 ya 2008-ci ilə kimi əgər sən ailə qurursansa, tərəflər bir-birinə qarşı elə bil evlilikdən əvvəl alınmış əmlaka dair də iddia qaldıra bilərlər. Və beləcə də həmin bu Azərbaycan vətəndaşı, yəni onun yoldaşı, orada məhkəmə müraciətləri həm boşanma işi ilə bağlı, həm də ki, xanımın adına olan evlə bağlı iddia qaldırıb. Yəni Azərbaycan qanunvericiliyinə əsasən biz bilirik ki, birgə əmlak evlilikdə alınan əmlak sayılır, düzdür? Orada isə belə bir nüans vardı ki, o həmin evlilikdən əvvəl alınan əmlaka dair də iddia qaldıra bilirdi. Və biz də paralel olaraq mən Azərbaycanda vəkil olaraq mən burada xanımı təmsil elədim. Biz boşanma işi burada başladıq və sübut eləməyə çalışdıq ki, xanım əslində İlk olaraq Azərbaycan qanunvericiliyinə əsasən ailə qurublar. Çünki birinci Azərbaycan nikah haqqını şəhadətnaməni alıblar deyə artıq bizim qanunvericilik burada tətbiq olunmalıdır. Bunu deyə bilərəm ki, iş hələ də davam edir, amma çox maraqlıdır çünki biz həmin Niderland krallıqda xanımın da başqa vəkilləri var. Onlarla da daim olaraq əlaqədə oluruq. Çünki o iş hələ də davam edir, amma ilk etapları xanım udmuşdu, yəni udub, sübut elə bildi ki, yəni Azərbaycan qanunvericiliyi, yəni artıq burada boşanma baş verib, həmin ev hal-hazırda xanımın adına heç deyil. Amma yəni demək istəyirəm ki, bu cür nüanslar artıq beynəlxalq hüquq və s. yəni hüquqşünas bəzən başqa ölkələrin hüququnu da bilməlidir ki, öz müvəkkilinə belə düzgün bir strategiya qura bilsin. Çox sağ olun Sona xanım. Bu qədər illik təcrübədən sonra sizi hər gün işə getməyə ən çox nə motivasiya edir? Birincisi işi sevmək lazımdır. Yəni mən işimi çox sevirəm. Yəni işə gedəndə mən elə bil bu mənim hobimdir və işə gedəndə doğrudan da mən xoşbəxt oluram. İşə getməyəndə mən 6 bazar belə işə gedirəm. Bu birinci, yəni düşünürəm ki, hər bir hüquqşünas əgər doğrudan uğur qazanmaq istəyirsə, öz işini sevməlidir. Bizim qrupda bu arada onu da qeyd edim ki, çoxumuz yəni heç hüquqşünas kimi davam eləmədi. Başqa sahələrdə də fəaliyyət göstərirlər. Yəni əgər işi sevmirsənsə, mən düşünürəm ki, yəni o heç vaxt gec deyil. Başqa sahəyə də başlamaq olar. Birincisi işə sevgi, ikinci məsələ isə insanlara hansı bir kömək eləmək, insanların bu pozitiv feedbackləri almaq. Yəni mən çox xoşbəxt oluram əgər mənim müştərim, vəkilim nə vaxtsa yazır ki, mən Sona xanım bu məsələ ilə bağlı köməklik göstərdiniz, hal-hazırda hər şey həll olundu. Yəni bu cür nəticələr görəndə artıq adam da xoşbəxt olur ki, mən düzgün yoldayam, düzgün istiqamətdəyəm. Yəni düşünürəm ki, əsas bu işi sevmək və hər daim hansısa bir gözəl bir töhfə verməkdir cəmiyyətimizə və insanlara. Sona xanım, sizcə uğurun əsas göstəriciləri nədir? Mənim üçün uğurun əsas göstəricisi odur ki, insanlar öz şəxsi problemlərini, öz şəxsi həyatını sənlə bölüşür, sənə etibar edir. Yəni bu artıq böyük bir uğurdur. Eyni zamanda sənin reputasiyan. Əgər bir neçə vaxtdan sonra sən görürsən ki, eyni insanlar sənə müraciət edir, öz yaxın qohumlarını sənə yönləndirir. Yəni mənim üçün uğur həm reputasiya, həm də ki, bu insanların sənə olan etibarıdır. Çox sağ olun Sona xanım. Əgər bu dəqiqə 18 yaşında bir hüquq tələbəsi olsaydınız, nə edərdiniz ilk olaraq? Çox güman ki, elə eyni, yəni mən 18 yaşım olanda mən işə başlamışam. Çox güman ki, elə yenə də işə başlayardım. Çünki bəzən yadımdadır ki, mən işə başlayanda mənim biblərim çox deyinirdi ki, uşaq niyə işə başlayır? Hələ ki, uşaqdır, qoy oxusun, tələbəlik illərini yaşasın. Yəni onsuz bir anda uşaq həmin bu işdən bezəcək və işləmək istəməyəcək. Amma məndə tərsinə oldu. Mən işə başladım. Mən birinci bank sektorda işlədim və müştərilərlə işləyirdim, yəni insanlarla işləyirdim, onlarla kommunikasiya yaradırdım. Və inanırsınız ki, həmin bu bacarıqlar, nailiyyətlər hal-hazırdakı işimdə belə mənə çox köməklik göstərir. Yəni çox vaxt olur, hansı bir stres situasiya yaranır, hansı bir gərgin vəziyyət yaranır və müştəri ilə düzgün kommunikasiya bacarığı olmalıdır. Yəni düşünürəm ki, tələbələr birincisi
işləməlidir. Yəni işləyə bilməsələr ən azından praktikaya getməlidirlər. Xarici treninqlərə qoşulmalıdırlar. Dil bilikləri, yəni çox bu əsasdır. Yəni ingilis, Azərbaycan dili aydındır, amma ingilis dili ən azından olmalıdır. Bacarırlarsa alman dili, rus dili də olmalıdır. Çünki hal-hazırda istər-istəməz Azərbaycanda müəyyən kütlə rus dilində danışır. Xaricə getsələr alman dilində, yəni gələcəkdə oxumaq istəyirlərsə alman dili biliyi də çox vacibdir. Yəni bir də ki, texnologiyaya olan maraq olmalıdır. Çünki hal-hazırda hər şey texnologiyaya, yəni bağlıdır. Bütün o qədər proqramlar var, o qədər layihələr var. Yəni düşünürəm ki, hər bir tələbə bu kompüter biliklərini də artırmalıdır. Bəzən təəssüflər olsun ki, müraciət edirlər bizə məsələn praktikaya ya da hansı bir vəzifəyə. İnsanlar kompüter bacarıqları belə yoxdur. Yəni Excel-dir, Microsoft Word, Office-dir. Yəni düşünürəm ki, 21-ci əsr üçün artıq bu Generation Z-dir. Onlar üçün bu artıq bir yəni məcburidir xarakter daşıyır. Yəni bu biliklərin olması onlar üçün məcburidir. Səna xanım, hüquq sahəsində uğurlu olmaq istəyən gənclərə bir cümləli necə bir səmimi məsləhət verə bilərsiniz? Məsləhətim o olacaq ki, daim öz üzərində işləsinlər. Çox oxusunlar, ədəbiyyat oxusunlar, yəni sırf məcəllələr və s. yox, yəni əlavə materiallarla da tanış olsunlar. Xarici dil biliyi artıq bunu qeyd eləmişəm, yenə də qeyd etmək istəyərdim ki, xarici dili də öyrənsinlər, xaricə getsinlər, yəni daha çox dünya görüşü də inkişaf elətdirsinlər. Yəni daim öz üzərində işləmək lazımdır. Çox sağ olun Sona xanım, dəyərli cavablarınız üçün. Bu gün bizim buraxılışımızın qonağı Sona Səlimli Ələsgərova oldu. Ümid edirik ki, izləyicilərimiz də bizim buraxılışımızı bəyəndi.